Salam, bərabər tərəfli üçbucağın daxilindəki P nöqtəsindən tərəflərə qədər məsafələr 2 kök 3, 3 kök 3 və kök 3 sm olarsa, bizdən bu üçbucağın tərəfinin uzunluğunu soruşur. Yəni, burada yazaq A bərabərdir. Sual. Üçbucağın daxilində götürülmüş nöqtədən tərəflərə qədər çəkilən perpendikulyarlar, yəni məsafələrin cəmi H1 üstəgəl H2 üstəgəl H3 elə üçbucağın hündürlüyünə bərabərdir. Yəni burada 3 kök 3 üstəgəl 2 kök 3 üstəgəl kök altda 3 bərabərdir. Üçbucağın hündürlüyü olacaq 6 kök altda 3. Bərabər tərəfli üçbucaqda hündürlük, median və tən bölən bir-birinə bərabərdir və hamısı A kök altda 3 böl 2 düsturu ilə hesablanır. Burada yerinə qoysaq, H-ın yerini yazıram 6 kök altda 3 bərabərdir. A kök 3 böl 2. Hər tərəfi kök 3'e bölsək, A olacaq 6 vur 2, 12. Bizdən də üçbucağın tərəfini soruşur. Cavab D variantı.